videoyla karşınızdayız. Bugün ne yiyeceğiz? Bugün abime de yaman sanki biraz galiba. Çünkü hamız şefinden gelmişim. Hatta Amaris dolabından gelip. Tabii ki de. Ben biraz relax adamım. Biraz yok, tam relax adamım ben. Lazım değil ayakkabı ayağımı incitecek. Yani o kadar. Bizde de galiba var yani. Şefetmen falan gelmişik. Hatta ben pijamana falan gelmişim yani fikir işinde. Anlıyoruz. Biraz galiba ama bilmem niye böyle giyindik. Bir tane aramızda iki nefer doğru düzgün giyinip onlardaki biri kostüm falan giyinip çekilişten çıxıb çəkimdən çıxıb malikanə davası çəkimindən çıxıb bir də mən relax olduğum üçün belə rahat bir paltar giyindim. Rahat. O danışması olmaz. Ne olur danışmasın da. Uf. Ne böyle dava edirsiniz yani. Bir ekiptəsiz. Yani hamımız bu ekibin içindeyiz. Yani aranızdaki o dava dalaş nedir yani? Neden yaranır? Ben ne bileyim. Ağzınızı birbirinizin ağzına yemeğe dayandıracaksınız yoksa videoya böyle devam edecek. Hı? Of neyse. Boş verin. Zaten birazdan Malikanə davasının çəkimlərinə gedəcəyik. Hə, elə videonun əsas səsi bu da. Sadəcə girişi AVM'də eləmək istədim. Gedib onlara baxacağıq. Təbii ki də güldürmə məndən sorular, ona görə də güldürəcəm. Axşama qədər orada olacağıq. Allah, inşallah güldürməzsə. Mən tamam güldürəcəm. Uf. Ona gedək. Rezil olma paltalarımıza göre rezil olmamış gedək məncə. Yəni. Gedək. Ne gedirik? Biraz alışveriş falan eləyək də. Amaris. Səncə bu paltarla eləyə bilərik alışveriş? Gülərlər bizə. Gülsünlər də. Of, bizim ekip niye bu kadar stupid? İngiliz dilini partladır Jack. Biliyorum. Of, sıkıldım artık, nasıl bir şeyler eləyək də. Səhərdən buradayım. Bəlkə sizi buyurasız bir bəlkə deyirəm, təsadüfən bir ayağınızı atasınız da başlayaq. Baş verin, lazım deyil. Oturaq, elə söhbət edək, çay falan. Of, bir şey bacarmırsınız Sen niye buradasın? Sen niye oturmuşsun burada? Oturmak da günahdır. Ezdirsiz adamı. Of, sıkıldım ya. Nasıl bir şeyler artık çekirsiniz? Hele yok. Sizi belki neyse buyurup gider, onda başlayacağız. Hayda. Koymadsa bir rahatlayaq. Mən də çıxım artıq başlasınlar. Mən baxmaq istəyirəm. Mən girmək ortama. Gir. Girdi yenə. Ay Allahım. Neydi günahım benim? Allahım, bunu üzün gördürdün bana. Allahım. Elif sənin üzün görəndə çox sevindik. İkinci düşməni tapıldı deyəsən Amaris. Tapıldı, çoxdan tapıldı. Ne olmasa çıxabilirsiniz artıq buradan. Of. Çox istəyirəm sizin yanınızda durmaq. Stol falan da yoxdur, gətirmirlər. Çəkilincimiz, yönetmenimiz. Tabii ki de. Mesela başlayayım. Başlayayım. Halde kaldı Olive. Bilmiyorum, yarın gelecek. Salam. Olive bu ne giyindi? Evet, biraz rahat olun dedim. Yani biraz rahat olmak lazımdı. Bana düşürsüz beni. Yani böyle rahat olmayınca hiçbir şey elinize kesmeyecek.
Of, neyse. Markerler bildiğiniz gibi artık bizimdi. Bizim adımıza geçir. Onlardan uydurdunuz. Yəqin ki, yuxunuzda falan görmüşsünüz, gəltəbilirsiniz, ha? Əlbəttə ki, yox. Artıq özümüz keçirtdik adımıza, yəni. Sənin özünü vermək istəmədiyinə görə. Ona görə də biz özümüz imzaladıq. Necə yəni? Mənim imzamı hardan bilirsiniz? Sağ olsun, Ethan bizə bildirdi sənin imzanı. Uf, Ethan hansımızın tərəfində bilinmir heç. Ethanı birazdan gələr. Uf, Ethan, həm deyir heç birinizin tərəfini tutmuram, həm də digər tərəfə kömək eləyir. Mənə bax, o imzanı oradan tez silirsən. Silə bilmərəm. Niyə? Səncə qələmlə yazılan şey silinə bilər? Bir şeyli oradan silməlisən. Lucian. Bax, onu silməsən başına çox yaxşı olmayan şeylər gələcək. Yəni istəmədiyin şeylər gələcək başına. Sənə gələr, narahat olma. Lucian! Ne oldu? Yəni artıq markənə mənim adım adı. İstəyirsənsə çıxa bilərsən artıq indidən. Yoxsa hələ də qonaq olmaq istəyirsən? Edin arada qaldı. Gələcək dedim, birazdan gələcək. Salam. Əsma, hardaydın sən? Heç gəlirdin bura. Ne olub? Hələ də deyil, nə olub? İmzamı onlara vermişsən, düzdür? Mən verməmişəm. Dəqiqsən verməlisən. Əlbəttə ki, mən verməmişəm. Mən niyə 100-cə bir nəfərin tərəfi tutum ki? Görünüşə görə tutmuşam da. Ay, mən heç kimin tərəfini tutmuram. Mən hər iki tərəfi kömək eləyirəm. Hamısı yalan demiş, hə? Əlbəttə ki, yox. Kəsdik. Ay, ürəyim dayanır deyə qorxdun səndən, Jack. Qorxmaq lazımdır da məndən. Yəni. Biraz qorxulur da. Amma mənim qədər qorxulmur da, yəni. Mən daha qorxuram adamı, yəni. Asiləm mən. Bu nə asalet, bu nə asillik, bu nə? Bu nə asillik? Neyse. Sən asaletin nədir ki? Neyse. Söhbəti qutaraq. İndi nə yiyəcəyik? Biraz fasilədən sonra yenə davam edəcəyik. Bu paltar rahat imiş ha. Əminəm rahatdır. Mən biraz su verərdiniz də, ya da kofe falan. Ya da özün götür də. Of. Neyse. Koymurlar bir şeyi də oturup istəyək. Mesela hazır var da. Neyse ben yedim. Ben de gelin biraz su istedi canım. Salam. Salam. Sanki hiç görüşmemişik. He. Su. Neyse ben buradan içerim. Ay da suyu doldurmak yadıma çıktı. Neyse. Niye? Bilmem ki. Ben bu başım ağlamaya başladı. Neçə bölüm devam edəcək bu? Bilmem, bir az 5 bölüm devam eder de belki de. Neyse, başım ağrıyor, ben çıxma ihtimalım var. Niye ki? Bilmem. Yorucuymuş. Yorucu ama biraz da insan popülerleşir de yani. Sosyallaşır. Burası düz ama artık bunu qaldıra bilmirəm. Səni də anlayıram. Setdə düşmansınız ama normal həyatda dost gibisiniz siz. Neyse. Divayıq biz, diva. Diva? Hə. Saçından bilinir də diva olduğu. Saçıma söz eləmə. Zor düzəltmişəm. Neyse. Başlayaq.
Biraz dolar. Yox. Onda nəyə soruşdan başlayaq? Başladıq. Etən, səndən heç belə bir şey gözləmədim əslində. Yaxşı insan oxşurdun, amma artıq gözümdən düşdün. Mən neyləmişəm ya? Mən heç kimə heç bir bilgi sızdırmamışam. Görünür bilgi sızdırmadığım. Artıq mən gedirəm. Oturmağa da qoymadınız. Danışmağa da qoymadınız. Heç bir şeye qoymadınız. Sağ olun. Etən, gözlə. Nə olub yenə? Bilgi sızdırdığını öz boynuna al. Yəni bu artıq həqiqətdir. Amma sən təkcə bizim tərəfimizi tutmadın. Yəni Lucian'la Jack'ın qohum olduğunu açıqladın, tapdın. Yəni bu da sənin işində. Bu da sənin yaxşı tərəflərindən biridir. Amma siz o yaxşı tərəfləri anlamırsınız. Lucian elədiyini bəyəndin. Jack elədiyini bəyəndin. O sadəcə boynuna almırdı. O onun səhvi idi. O hər iki tərəfin arasında körpü idi. Xəbəriniz var sizin. Hər iki bizə kömək ola bilərdi. Amma siz onu buradan qovdunuz. Biz qovmadıq, özü getdi. Sözlərinizlə qovdunuz. Mən demirəm ki, siz onu dediniz ki, get. Acılıya, şəri ata, dediniz ki, yəni, getməyə razılıydınız. Sanki siz deyirdiniz, məlumatları o bizə verib. Daha çox siz onun üstünə gəldiniz. Amma indi söhbətimiz bu deyil. Malikanəli indi onsuz da bizim adımıza keçib. Artıq çıxsaz çox yaxşı olar. Əlbəttə ki, çıxmayacaq. Bunu sən də bilirsən, Thomas. Salam. Salam. Kimlər görürük burada? Məni. Ethan niyə orada kefi kefi sanki yox idi. O niyə oraya getdi? Yəni çıxdı. İşiniz yox idi. Sağ olsun, öz işi üzə çıxdığı üçün getdi. Nə işi? Onlara mənim imzamı verib, onlar da mənim imzamdan sənədləri imzalayıb və malikanənin onların olduğunu deyir artıq. Ola bilməz. Amma təəssüf ki, oldu. Deyirəm, ola bilməz. Oldu deyirəm mən də. Oldu. Benim algılamır, oldu. Artıq malikanə bizimdir. Çıxsaz çox sevinərəm. Malikanəmdə istemediğim adamların olmağını istemem. Hər də anlamırsan, malikanə sənin deyil. O ata-baba irsindən keçib ona. Orasını bilirəm, amma öz əllərinə verməsə biz özümüz aldıq ondan. Necə yəni? Artıq malikanə onundur, onlarındır. Sözdə danışırlar, elə şey olar səncə? Məncə sizin əlinizdən elə bir şey gəlməz. Sənədləri verin mənə. Səbəb? Sənədlər artıq mənimdir. Bir dəqiqə verə bilərsən. Sənədlər bizimdir, artıq sən deyil və vermək istəməyirsə verməyəcəyik. Anlayırsan mı? Deyirsən. Hanı? İmza hanı? Burada yalnız öz imzamız var. Necə yəni? Baxın. Gördüyünüz kimi. Təkcə sənin imzan var. Sənin Thompson imzası var. Yəni mənim imzam burada yoxdur. Necə yəni?
Burada yani ben imzamın yerine başka bir imza atılıb. Kiminizin imzası da o? Ben nereden bileyim? Yani size geçmedi. Narahat olmayın. İşinizi səhv görmüsünüz. Necə ola bilər? Of, Evan. Evan tapmalıyam. Elədiyi hərəkətlərə bax da bunun. Gəl buraya Evan. Ne oldu? Bəs deyirdin axı. Onun imzasını vermirsən. Məni qovduğun bədəli buydu. Yəni. Qovmağının bədəli buydu. Necə yəni? Sən dilində söz qalmadığını hamı bilir. Yəni ona görə də mən sənə bir zarafat eləmək istədim. Səncə bu işdə zarafat var? Sən heç olmaya bilər, amma mənim üçün var. Of, ürəyim sıxıldı. Səncə indi ürəyim sıxılacaq vaxtı? Oliv, geç otur burada. Sağ ol Efim. Sən də sağ ol. Ola bilməz. Əslində ola bilər yəni. Sənin də payın var. Nə? Yəni onun da payı var. Çünki hər kəs demişdim qohumsuz, ona görə də yarı-yarıya bölünür. Ola bilməz. Bu tam mənim adıma keçirilib. Bunu atamdan, babamdan bilirəm mən. Bir səsə həqiqətən Luciana düşür. Necə yəni? Hansı hissəsi? Birinci qat. Yəni yarı-yarıya bölünür. Birinci qat sənin, ikinci qat. Yəni ikinci qat sənin, birinci qat onun. Nə? Yəni mənə də düşür. Hə, düşür. Ah, şükürlər olsun. Neyse. En azından bir sesini almış olduk. Sənə işləmək gözəl idi. Amma mən heç sevinmədim. Yəni sənə işləməyim bir peşmançılıq idi mənim üçün. Bilirəm. Neyse, mən aşağı qata inim, öz qatıma. Hava atırı. Neyse. Onsuz da əsəblərim oynayır. Zəhmət olmasa artıq çıxa bilərsiniz. Aşağı qata. Öz qatınıza. Yaxşı, çox əsəbləşməsən. Çox əsəbləşmə. Əsəbləşdirirsiniz də. Əslə, Evan, sən də istəyirsənsə gedə bilərsən. Siz də yığışın. Hara? Bütün gün burada oturacaqsınız. Sən də elə deyirsən ki, yığışın. Sanki malikanədən köçürük. Of. Su gətirə bilərsiniz bura? Mən gətirərəm. O qədər əsəbləşəcəyini fikirləşməmişdim əslində. Al. Sağ ol Ali. Kestik. Ay, boğazım ağrıdı kışkırmaktan. Süper oldu. Bildiğiniz bir bölümü çəkdik qurtardıq yəni. O kadar yaxşı oldu yani. Ben o kadar yaxşı gözlemedim ama deyilənə göre yaxşı çıxıb. Süper. Hakikaten çok güzel oldu. Bir bölümü tamamladık. Yani artık gələn dəfə 4-cü bölümü çəkə bilərik. Yəni növbəti bölümü. Süper. Benim ağrıyor. Ben o kadar kışkırdım ki, niye bu kadar kışkırdım görəsən? Doğaçlama elədin də. Hə, düz deyir. Ne oldu bəs kızlar dediyi öldürəcəklər? Hardadılar?
Onlar aşağıdadılar, biraz atıştırırdılar diyesen. Ne geçenmiş bu. Ya bundan ikincisini alalım. Sen ikincisini almışsan yoksa beşincisini? Aa, orası doğrudur. Neyse. Salam. Aa, siz kurtar mısınız? Hadi keşke gidip bir sataşsaydım. Sataşmadığım için çok süper oldu. Yani bence izlenmeleri kıracak bir bölüm olacak. Olabilir.